Belə bir məsələ də olur ki, yəni izləyən qardaşlar da tanıyanlar ola bilər. Deməli, zəng edirlər ki, misal üçün, qardaş, mən yer götürmək istəyirəm Qəbələ şəhərindən. Hara uyğundur, hara məsləhətlidir, hara sərfəlidir. Həm də yəni pul qazanmaq məqsədindən bizə zəng edirlər. Biz onları da yönləndirə bilirik. Yəni bu xidməti göstərə bilirik. Yəni hamısı da ondan razı qalır. Yəni insanlar var ki, yəni 5.000 aldığı torpağı bugünkü gün Qəbələ şəhərində 15.000-ə satıb, yəni digər işlərini görə bilir və bizlə əməkdaşlıq eləməyə davam eləyir. Belə zəhlər də var. Yenə də TikTok vasitəsindən bildirmək istəyirəm ki, əgər biznes məqsədindən, şəxsi yox, biznes məqsədindən yaxınlaşmaq istəyənlər varsa, çox rahat şəkildə bizlə əlaqə saxlaya bilər. Biz onlara əlimizdə olan bütün məlumatları verərik. Onlar da dəyərləndirər. Səhifədəki nömrəyə zəng eləyin, ətraflı məlumat verək.